Salam dəyərli tələbələr, hər vaxtınız xeyir olsun. Son zamanlarda sosial şəbəkələrdən həddindən artıq çox mesaj alıram. Bunun da 99% ixtisas seçimi ilə bağlıdır. Bütün bu suallara, həmçinin sizə ixtisas seçimində hansı jurnallar lazım olacaq, bunları da hamısını bu videoda qeyd edəcəm. İlk növbədə onu qeyd edeyim ki, ixtisas seçimini mənimlə, yəni Magistro Tədris Mərkəzində etmək istəyənlər bu videonun şərh hissəsinə yaza bilərlər. Ətraflı məlumat veriləcək. Daha sonra isə sizi qeydiyyata alacaqlar. Həm öz tələbələrim, yəni kursda bizimlə hazırlaşan tələbələr, həm də kursdan kənar tələbələr hələ ki qeydiyyata keçə bilərlər. Çünki bir neçə gündən sonra artıq yer olmayacaq. İxtisas seçimi başlayanda isə ümumiyyətlə demək olar ki, heç vaxtımız olmur. Odur ki, İndidən qeydiyyatınızı tamamlaya bilərsiniz. Və sizlərə əsas nələr lazımdır ixtisas seçimində? Bir, sual verirlər. Müəllim, mən 80 bal toplamışam. İxtisasım psixologiyadır. Hüquqa vermək istəyirəm. Belə bir şey mümkündürmü? Mən də deyirəm, yox, mümkün deyil. Niyə oy müəllim verə bilmirəm? Niyəsini isə bax hazırda gördüyünüz Magistr 3 jurnalına mən sizlərə deyəcəm, baxıb deyəcəm. Ümumiyyətlə Magistr 3 jurnalı nə üçün lazımdır? Siz hansısa bir ixtisası bitirmisiniz və magistratura pilləsində hansı ixtisaslaşmaları oxuya bilərsiniz? Bax, siz buradan təyin edirsiniz. Yəni, buradan baxırsınız və bilirsiniz ki, hansı ixtisaslaşmalara verə bilərsiniz. Zaten aşağıda da, jurnalın aşağısında da yazılıb, magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli. Qabiliyyət proqramları və s. indi onlar da var. Necə ümumiyyətlə siz, tutaq ki, deyirəm, buradan axtarış eləməlisiniz? Siz əvvəlcə, gəlirəm bu hissəyə, bax, burada magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli verilib. Sol tərəfdə sizin 4 il ərzində oxuduğunuz bakalavr ixtisasınızın adı və şifri var. Bu tərəfdə həmin ixtisaslara uyğun ixtisaslaşmalar var. Burada proqram nömrəsi var. Məsələn, birinci proqram, ondan sonra 29. İndi hər proqramda özünün xüsusi adı var. Yəni nömrəsi və əlbəttə ki, adı var. Tələb olunan minimal bal. Keçid balı da budur. Məsələn, buradan bir dənə ixtisas deyim. Bax, geologiya və geofizika mühəndisliyi. Şifri budur, adı da yazılıb, düzdür? Həmin tələbələr nəyi seçə bilər? Yalnız birinci proqramı seçə bilər. Biz bunu hardan bildik, yalnız birinci proqram? Bax, bura yazılmış ixtisas. Görürsüz, hazırda bu xanada verilmişdi. Yəni, xana burada sonlanır artıq. Cədvəl bir hissəsi burada sonlanır. Deməli, burada yalnız proqram 1-ə verə bilərsiniz. Və o demək deyil, ha, minimal bal 40-dırsa, elə 40 toplayan hamı bura gedəcək. Yəni, ola da bilər, olmaya da bilər. Ola bilər ki, məsələn, deyirəm, neft-qaz hövzələrinin geologiyasına 3 nəfər yer ayrılsın və 3 nəfərin də balı əlbəttə ki, 45-dən yuxarı olsun və ya 40-dan yuxarı olsun. Onda artıq o 4-cü yığan, tutaq ki, 40 bal yığıbsa, o çöldə qalmış alır. Yox, bu müsabiqədə iştirak etməyiniz üçün tələb olunan minimal baldır. Minimal bal. O demək deyil elə 40 toplamısınızsa və ya 45-dirsə, tutaq ki, deyirəm, burada geokimiya 45 toplamısınızsa mütləq işləyəsiniz, belə bir şey yox. Məsələn, bir dənə də ixtisasa baxaq, tutaq ki, baxaq psixologiya. Axtarış yerinə psixologiya yazırıq. Psixologiya. Aha. İndi siz bunu əlbəttə dənə-dənə də axtarış edə bilərsiniz. Mən counter-ilə girirəm. Baxın, bu hissədə psixologiya sol tərəfdə axtarmalıyıq. Ha, diqqətli olun. Biz buralarda yox. Psixologiyanın sol tərəfdə bakalavriat ixtisası şifri hissəsində axtarmalıyıq. Ad və şifri. Hələ ki görmürəm. Biraz da gərək. Təhsildə sosial psixoloji xidmət. Bir balaca da gəlməliyik. Aha. Hə, axır ki tapdıq. Baxın, görürsünüz, sol tərəfdə yazılıb psixologiya, bu xana daxilində. Deməli, psixologiya ixtisasını oxuyan tələbələr nələri seçə bilər? Bax, burada gördüyünüz, bu qarşıda gördüyünüz bütün ixtisasları seçə bilərlər. Ora yox, bu hissəyə qədər. Hansı proqramlardır? 48-ci proqramdır, 27-ci proqramdır. Tələb olunan minimal bal bu ixtisaslar üzrə deməli 50 baldır, bu ixtisaslar üzrə 40 baldır. Yenə deyirəm, o demək deyil, elə 50 toplamısınızsa siz bütün psixologiyaya düşəsiniz. Xeyr, bu müsabiqədə iştirak etmə balıdır. Bunu təyin elədiniz. Əlbəttə, bundan sonra nəyə baxmaq lazımdır? Bal məsələsinə baxmaq lazımdır. Burada bir balaca diqqətli olun. Yəni bildiniz ki, ixtisasınızın adına uyğun hansı ixtisaslaşmalar var, bunları təyin etdiniz. Ondan sonra Magistr 5 2024 jurnalından istifadə edəcəksiniz. Deyirəm, müəllim, Magistr 5 jurnalı çıxmayacaq. Xeyr, çıxmayacaq. Çünki buradakı ballar keçən il qəbul olmuş tələbələrin balıdır. Yeni ballar siz təyin edəcəksiniz. Yəni siz magistra artıq daxil olandan sonra gələn ilin artıq tələbələri sizin balınıza baxıb koddaşdıracaq. Siz isə keçən ilin jurnalına baxıb koddaşdırasınız. Və burada ixtisasların balları verilmişdi. Məsələn deyirəm, elə baxaq psixologiya, onunla davam edə bilərik. Görək psixologiya üzrə Bakı dövlətdə bal nə qədər olub. İndi axtarışa da verə bilərdik əslində, sadəcə formada da tapmaq olar. Görək tapa biləcəyikmi? Yaxşı, yazaq bura tutaq ki, ümumi psixologiya. Görək tutaq ki, ballar nə qədər olub keçən il Bakı dövlətində. İndi onun üzərindən davam elədik. Axtarış yerinə bu Sumqayıt dövlətdir, bizə bu lazım deyil. Qərbi Kaspi bu da lazım deyil. Bakı dövlətdə yoxdurmu? Baxaq bir dənə. Aha. Deməli, biraz da gəlsə hə çıxdı axır ki. Yuxarı-yuxarı gələk.
Tapdıq. Baxın, bu Bakı Dövlət Universitetidir. Olduqca çox ixtisas var. Həddindən artıqına baxın, görün nə qədər ixtisas var. Gəlir, gəlir, gəlir. Ən axırdaymış. Burada ballar verilmişdi. Ballarda məsələn bir neçəsini qeyd edeyim sizə. Sosial psixologiyanın balı 61-dir, Azərbaycan sektoru. Yadınızda saxlayın. İkinci yazılan eyni ixtisasın adı iki dəfə yazılıbsa, ikinci yazılan Rus sektorudur. Və bir də bunu deyim sizə. Deyirlər müəllim, mötərizənin qarşısında yazılan nədir? Bu dövlət sifarişli qəbulun minimal balıdır. Yəni keçən il 69,5 ilə tələbə pulsuzda oxuyur. Ödənişlidə oxuyan, yəni pullu oxuyan ən minimal yığmış tələbə isə, yəni minimal bal yığmış tələbə isə 61 balla oxuyur sosial psixologiyada. Əlbəttə, hər ixtisasda yüksək ballı ixtisaslaşmalar var. Məsələn, klinik psixologiya tələbələr tərəfindən ən çox seçilən ixtisasdır deyə onun balı 72 olub. İndi ballar qalxacaqmı, ballar yenəcəkmi? Siz bunları təxmini necə biləcəksiniz? Əlbəttə, hansı ixtisasın balı neçə bal artacaq, neçə bal azalacaq, bunu sırf dəqiqliklə bilmək mümkün deyil. Ümumiyyətlə, ballar toplamda artacaqmı, azalacaqmı, bunu necə təyin edə bilərsiniz və yaxud da belə deyək, təxmin edə bilərsiniz? Baxın, Dövlət İmtahan Mərkəzi keçən il 21 iyununda, keçən il deyirəm, 2024-cü ildə. İndi yəqin ki, növbəti ayda, yəni iyul ayında yenə də belə bir məlumat cədvəli paylaşacaq. Burada histoqram var. Histoqramda nə qeyd olunmuşdu? Keçən il deməli təqdim olunmuş xəbərdə. Bax, 2023-cü ildə bakalavrların sayı verilmişdi. Bir də 2024-cü ildə. Diqqətli olun, 25-dən söhbət keçmir. Mən keçən il deyirəm. Yəni yenə bir xəbər yayacaqlar. Mən də ona uyğun sizə bir video hazırlayacağam. Sadəcə deyirəm ki, yəni bilin ki, bu formada olur. Məsələn, diqqətlə yuxarıdan gəlsək, bax 2023-cü ildə fikir verin. 95-100 bal aralığında bal toplayan tələbələrin sayı 29 olub 2023-də. Amma 2024-cü ildə 5 nəfər olub. Görürsüz aradakı fərq nə qədərdir? Yəni 29 birində olub, keçən il isə deməli 5 birində olub. Və ya 90-95 aralığı. Deməli 2023-cü ildə 132 nəfər, amma 2024-cü ildə 39 nəfər. Fikir verirsiniz də, 2024-cü ildə olan imtahanlar çətin olduğu üçün, keçən il imtahanlar çətin olduğu üçün balların hamısında aşağı düşmə qeydə alınır və bir yerə qədər artıq bu davam eləyir. Bir yerdən sonra isə fikir verin. Məsələn, 45-50 bal arası 2023-də 2732 nəfərdir, düzdür? Amma deməli 2024-cü isə biz 45-50-yə baxırdıq. 3351. Ay müəllim, bu nətər oldu? Əlbəttə, demək ki, imtahan çətin olub. Aşağı bal toplayan tələbələrin sayı daha çoxdur. Bu ildə mənim təxminimcə elə bu formada bir şey olacaq. Yəni 2024-cü ilə uyğun olmuş olacaq. Çünki həddindən artıq ya çox yüksək nəticələr var, ya da çox aşağı nəticələr var. Ortalamalarda bir xeyli belə deyək, ya açıq-aşkar fərq hiss olunur da yəni. Odur ki, diqqətlə baxasınız və xüsusilə gərgin mübarizə harda olacaq? 40-45, 45-50. Yəni 40-50 bal arasında gərgin bir mübarizə olacaq. Bu ildə mən belə gözləyirəm. Xüsusilə bu il 60-70 bal, hətta deyərdim 60-80 bal aralığında toplayan tələbələr nisbətən rahat ola bilərlər. Çünki keçən illə bu il arasında bal sürüşməsi çox da olmayacaq. Amma 40-50 arasında, yəni belə deyim, düşünün ki, yəni 3000 nəfər 40-45 aralığında bal toplayıb və ixtisasların sayda, ixtisaslaşmaların plan sayda tutaq ki 2000-dir. Bu o deməkdir ki, 1000 nəfər kənarda qalacaq. Məsəl üçün deyirəm, yenə deyirəm. Odur ki, ixtisas seçimi eləyəndə mütləq bu şeylərə baxmaq lazımdır. Belə bir şey də deyim. Çalışın öz balınızdan yuxarı olan, çox da yuxarı olan yerləri yazmayın. Məsələn, 10 bal, 20 bal çox yuxarı yerləri yazmayın. Çünki yenə deyirəm, 2024-cü ilə yaxın bir statistika gözləyirəm. 2023-də imtahan asan olmuşdu, özü çox asan olmuşdu. Gördüyünüz kimi nəticələr yüksək idi. Amma 2024-də imtahan çətin oldu. Bu ildə imtahan o qədər asan olmadı, çətin oldu. Ona görə diqqətlə baxmaq lazımdır. Yeri gəlmişkən, bu 2024-dür. Mən 2025 cədvəli çıxan kimi mütləq bir dənə video çəkib sizlərə məlumat vermiş olacağam və ondan da az-çox məlumatlı olacaqsınız siz. Yenə deyirəm, bəli, ixtisas seçimini Magistrat Tədris Mərkəzində əyani və onlayn formada keçirilir. Xüsusilə bunu əvvəldə desəydim daha yaxşı olardı. Regionlardan deyirlər ki, müəllim biz gələ bilmirik, nə edək? Onlayn formada qoşula bilərsiniz. Hər birinə də məlumat verirəm və bu formada. Kimlər istəyirsə videonun şərh hissəsinə yazarlar. Mən sizlərə nömrə deyərəm və həmin nömrə ilə əlaqə saxlayarsınız. Növbəti videolarda görüşənədək sağ olun, hər birinizə uğurlar.